Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə Coinfer birjası haqqında danışmaq istəyirəm. Məsələn, çox soruşduğunuz üçün birja necə işləyir, burada necə pul atmaq olar və ya buradan necə pul çəkmək olar, necə trade aça bilərik. Onlar haqqında danışmaq istəyirəm. İlk olaraq, burada PNL hissəsində PNL-nizi görürsünüz, portfolyonuzu görürsünüz, hansı səhmləriniz var. Burada PNL-nizi görürsünüz ümumi olaraq. Burada Trading Power var. Trading Power-dan məsələn, məndə kiçik məbləğ olduğu üçün $1000, hətta $2000-lara qədər qaldıra bilirəm məsələn. $2000 elədim. $2000 trade aça bilirəm burada. Daha sonra burada baxa bilərik, trading history'yə baxa bilərsiniz. Ümumi olaraq bu dəqiqə aktivləri göstərir. Bağlanmış trade'im yoxdur. Daha sonra account hissəsindən burada cash accountunuz var, trade account var. Trade account hal-hazırda trade eləyə bilməyiniz üçün olan pulunuzdur. Buradan cash account ata bilirsiniz. Sadəcə mən hal-hazırda 2000 elədim trading power'ı. Buradan baxaq. Ata bilməyəndə bu da yaxşı oldu, göstərim sizə. Pulu ata bilmirsiniz demək, nə etmək olar? Burada trading power'ınızı salırsınız aşağı. Məsələn, $1000 saldım. Artıq burada boşda məbləğ qalır. Trade accountdan direkt ata bilirsiniz cash account'a. Baxaq nə qədər ata bilirik. $44'ını ata bilirsiniz cash account'a. Digər portfelində olan portfel məbləği 20x olaraq hesablanır. Burada transferi bastıq. Artıq burada trade account'un balansında $70 olaraq göstərdi. İndi yenidən account hissəsinə gəldikdə görürsünüz burada cash account'da $44 fiat currency var. Burada demək istəyirsə Binance atmaq necə ata bilərik? Burada fiat currency-ni cryptocurrency-yə çevirməliyik. Bunun üçün nə edirik? US dollara bastıq. Bunu konverti basırıq. Məsələn deyək Tether ERC20-ni atarsınız. Tether ERC20-ni seçdik, məbləği seçirik. Məsələn $44. Burada konverti basırsınız. Eləyim sizin üçün. Konverti basdıqdan sonra artıq geriyə qayıdırsınız yenidən account bölməsinə. Burada cash currency-də cryptocurrency artıq görürsünüz. Burada Tether ERC20-ni withdraw eləyirsiniz. Məbləği seçirsiniz. Continue basırsınız. Burada 0.04 yəni 4 cent arıza tutur. Burada Binance account'un kodunu yazırsınız. Məsələn nədirsə orada artıq Binance bölməsindən seçib yazırsınız. Belə köçürmə edə bilərsiniz. Gəlin məbləği qaytaraq. Demək ki, burada əgər məbləği geri qaytarmaq istəyirsiniz, nə edirsiniz? Cash account-da keçsiniz. Yəni cryptocurrency. Burada Tether'i buradan yenidən konvert edirsiniz US dollara. Maksimum konvert elədiniz. Yenidən account bölməsinə geri qayıtdınız. Cash account-dan fiat currency. Burada dollarımız var. Bunu transfer elədiniz yenidən trade account-da. Bu şəkildə olur trade. Yəni sizə bu Binance-dan pul göndərəndə, yəni bu şəkildə yenidən trade account-u keçirdə bilirsiniz. İndi gələk necə trade eləyə bilirik? Məsələn, Bitcoin-də trade eləmək istəyirik. Bu hissədən Bitcoin-i açdıq. Məsələn, Bitcoin US dollar. Demək, Bitcoin almaq istəyirik. Biz məsələn Bitcoin məbləğini yazırıq. Məsələn, deyək almaq istəyirik $500 Bitcoin. Məbləği yazdıq. Burada stop hissəsində stopumuzu qoya bilirik. Ölçünü seçə bilirik. Məsələn, deyək $300'ını stop eləmək istəyirik. Bitcoin gəldisə 103.000 bölgəsinə. $14 itirərək stop qoya bilirik. $14'lıq stopdur bu. Və ya hamısını stop eləyə bilərsiniz. Artıq məbləği siz seçirsiniz. Və burada target bölməsi var. Target bölməsindən də hansı hissəyə qədər fiyat hədəfiniz var və həmin qiymət hədəfini harda satmaq istəyirsiniz. Məsələn, Bitcoin 150.000 olduqda deyək mən satmaq istəyirəm. Burada $193 qazanırım $500'a görə. Və burada buy position basdıqsa artıq long əməliyyatı açırsınız. Bir də burada sell var. Eyni şey sell üçün də keçərlidir. Burada da məsələn $800'lıq. Burada da artıq short açırsınız. Hissə sənədlərindən də belədir. Sadəcə hissə sənədi bazarı hal-hazırda bağlı deyə kripto üstündə göstərirəm. Burada deyək əmri qoymaq istəyirsiniz. Əmri necə qoyarsınız? Əgər long əmri qoymaq istəyirsinizsə boğa işarəsi olan saata basırsınız. Burada hansı qiymətdən almaq istəyirsiniz? Məsələn, deyək biz 107.000-ə əmri qoymaq istəyirik. Qiymət yazırsınız neçə dollarlıq? Məsələn, $300'lıq əmri qoymaq istəyirik. Stopumuzu yazırıq eyni qaydada. Məsələn, biz 106.000-də stop olmaq istəyirik. $2 itirəcəyik və hədəf qiymətimiz olacaq 111.000. Deyək, $11 qazanmaq istəyirik. Confirm bastınız, artıq əmr olaraq düşür. Əmri ləğv etməyi də göstərmək istəyirəm, ona görə basın. Baxın, burada portfolyonuzu, vositəsiniz burada əlavə eləyə bilərsiniz. Burada limit orderiniz var. Əgər bunu ləğv etmək istəyirsinizsə, sadəcə burada X-i basırsınız, OK bastınız. Artıq əmriniz ləğv oldu. Short əməliyyatı açmaq istəyirsinizsə, yenə eyni qaydada ay işarəsindən basırsınız, məbləği daxil elədiniz. Deyək, hansı qiymətdən short açmaq istəyirsiniz? 130.000-dən məsələn short açacağam. Short əmri qoyuram. Burada məbləği seçirsiniz. $130, məsələn, stop
Yəni qoyursunuz məsələn 140 mində stop olmaq istəyirəm. Hədəf qiymətim 100.000 dollar olacaq. Bu şəkildə yəni əməliyyat bu şəkildə aparılır. Daha sonra baxa bilərsinizsə burada trading history hissəsi var. Burada hal-hazırda açıq pozisiyalarınız var. Closed position hissəsi var. Burada artıq əməliyyatı bağladınız deyə mənim Oscar əməliyyatını bağladım. Artıq burada closed position hissəsinə düşəcək və burada download trading history eləyərək artıq tarixçənizi PDF şəklində yükləyə bilirsiniz. Və bir də əgər kim qeydiyyatdan keçəcəksə burada reward hissəsi var. Burada olan kodu öz hissənizdə yazaraq hədiyyə əldə edə bilərsiniz. Məsələn bir Tesla da verə bilər, 20 dollar da verə bilər, 3 dollar da artıq bu dəyişir. Siz bu kodu yazaraq hədiyyə əldə edə bilərsiniz. Demək istədiklərim bu idi. Yorumlar hissəsində əgər sualınız olarsa yaza bilərsiniz. Əsra platforma və ya birja önerisi deyil, reklam deyil. Sadəcə özüm artıq 1 ilə yaxın istifadə edirəm və çox sayda sual gəlirdi. Buna görə paylaşmaq istədim. Yenə də araşdırma etmədən və bütün məbləğinizi bura girmənizi tövsiyə eləmirəm. Bu günlük bu qədər. Təşəkkür edirəm.